isə söz verirəm. Şair qirayətçi Xəyalə xanım. Buyurun Xəyalə xanım. Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Tədbirdə əyləşən hər kəsə can sağlığı arzulayıram. Və belə bir şəhərimizdə qonaq olmadığıma görə, sizin bu gözəl tədbirinizdə iştirakıma görə fəxr edirəm, qürur duyuram. Tədbirdə əyləşən şəhid analarının qarşısında baş əyirəm, əllərindən öpürəm. Acınız bizim də acımızdır və biz də o şəhidlərimizlə fəxr edirik. Və qazi qardaşlarıma can sağlığı diləyirəm. Əskərlikdə olan balalarını sağ-salamat gəlsin deyirəm. Çox danışmayacağım. Mən Ruhiyyə xanımın qələmindən şeir qirayət edəcəm sizlərə. Yubanma adlı gözəl bir şeiri var və bu şeirin timsalında da bu şeirə söykənərək xoşbəxtliyə, gözəl günlərə yubanmayın deyirəm dostlar. Şairəmiz yazır ki, necə deyim mən sənə, necə deyim əlvida. Axı məni öldürər bu ayrılıq, bu vida. Hərdən elə bilirəm, unuduram səsini. Həsrətin bıçaq kimi doğrayır nəfəsini. De, harda dayanır ki, mənə tərəf gələsən. Səni necə çağırsam, eşidərsən, görərsən. O sənli xatirələr İndi gözümdə yaşdır. Sən olmadan yaşamaq həyat ilə savaşdır. Yanıb beləcə külə dönür bu bağrım. Hər gün biraz çoxalır. Keçib getmir sən ağrım. Sənin üçün ağlamaqdan kipriklərim boyatdı. Adını elə çəkdim, səsim Allaha çatdı. Bu ömrün yollarında sərgərdanamdır. Deyiləm, gələcəksən, heyvanla, sənsiz yaxşı deyiləm. Və icazənizlə dostlar, və Ruhiyyə xanım gözəl bir, kiçik bir şeir də vardı. Bir çox şeyləri Günər xanım bir də həsr etmişdi və bu şeiri də icazənizlə qiraət edərdim. Çox deyil, 3 bənddir. Deyir ki, bugün yenə şəklinə oxşadım. Gül də solan qovuşduğu günəcən. Sən yox ikən ömrün necə yaşadın, görən səni tanıdığım günəcən. İstəyirsən mənimlə heç barışma. Bir söz deyəcək, alovlanma, alışma. Daha mənə ayrılıqdan danışma. Bilirsən ki,